adının tələffüzü ən çox zövq verən futbolçular. Xviça Kvaratskhelia, Pierre-Emerick Aubameyang. Məndə ikincidir. Pierre-Emerick Aubameyang. Məncə Kvaratskhelia sadəcə bizə daha rahatdır deyə, bizə daha tanışdır deyə rahatdır, amma belə əlbəttə ki, səslənməsi Aubameyang. Məsələn, mənə görə dünya şərhçiləri üçün çətindir Kvaratskhelia-nın tələffüz etmək. Bizim üçün də bəlkə çətin olardı, atasını tanımasaydıq hələ o vaxtda. Həmçinin çətinlikdən savayı bizə zövq verən tələffüz. Sözsüz, yəni Kvaratskhelia indi məncə o qədər Aubameyang kimi axıcı getmir də, Pierre-Emerick. Bir də Süleyman bir söz deyim. Məsələn, bizdə şərhçilər çox çalışırlar, həssas yanaşırlar bu düzgün tələffüzə. Məsələn, mən türklər baxıram, onlar necə gəlir tələffüz Məsələn, dünyada elə deyil. Bizim qədər o qədər ciddi almırlar. Bəlkə də biz azarkeşlərdən qınaq eşitməmək üçün də biraz şərhçilər çalışırlar düzgün tələffüz. Nəsə formalaşıb. O günləri danışırdıq dostlarla. Vaqif Cavadov 1 il ərzində Niderlandda Yavadov dedilər. Heç kim də maraqlanmadı ki, o Cavadovdur da, yəni. Türklər də Javadov deyirlər, Javadov. Pierre-Emerick Aubameyang, Alexis McAllister. Məncə yenə Aubameyang. Aubameyangı mən xoşlayıram onu tələffüz etmək. Maraqlıdır. Aubameyang, Bastian Schweinsteiger. Schweinsteiger. Xoşum gəlir. Schweinsteiger. Əsl almandır da, yəni. Əmr edirsən də elə bir. Schweinsteiger, Alessandro Del Piero. Məncə burada şans yoxdur bundan sonra kimdəsə. Alessandro Del Piero'dan sonra. Sadədir Del Piero. Sən Del Piero seçirsən, hə? Məncə ümumiyyətlə bundan sonra başqa heç kimi seçə bilməyəcək. Alessandro Del. Mən ümumiyyətlə İtalyan adlara qarşı, ad soyadlara qarşı Alessandro maraqlıdır. Düzdür, mən də razıyam. Düz davam eləyək. Alessandro Del Piero, Miles Lewis Skelly. Del Piero. Del Piero, Gianluigi Donnarumma. Niyə Del Piero? Biraz çətin seçim. Nə olsun Del Piero? Del Piero, Ricardo Calafiori. Calafiori. Qəşəngdir. Çox belə maraqlı tələffüz var. Calafiori. Dəyişək qalsın. İtalyanlar da Del Piero rəqabət aparar. Hansı qalsın? Calafiori. Calafiori. Calafiori yoxsa Alejandro Garnacho? Yox, məncə Garnacho yaxın birə durmur, yox. Calafiori. Bir də fərqə bax, Alessandro, bir də Alejandro. İtalyanlarda bütün adların növləri ən qəşəng növ İtalyanlardadır. Calafiori, Sokratis Papastopoulos. Papastopoulos. Papastatopoulos. Tatodur, sonra Poulos da. Çətindir, mənə çətin gəldi. O çətin gəldi. Məşq eləmək lazım, biraz məşq eləmək. Ona görə Calafiori. Sənə də əziyyət verməyək, özümüz də əziyyət çəkməyək. Ricardo Calafiori, Wojciech Szczesny. Ya, Calafiori. Onda son olaraq Ricardo Calafiori yoxsa Cristiano Ronaldo? Calafiori. Fərqli olsun.